Salam əziz şagirdlər, 5-ci sinif ingilis dili dəyər sınağı 26 aprel 2026-cı ilin izahı. Read the text and answer the question from 56 to 16. 56-dan 60-a qədər sualları oxu və cavablandır. Living in the Arabian desert mean dressing for very hot days and very cold nights. Ərəb səhrasında yaşamaq, orada gündüzlər isti günlərdə və soyuq gecələrdə necə geyinməyi mənalandırmaq lazımdır. Əhməd Mustafa, a young artist, shared how is his family stay comfortable. Onun ailəsi necə rahat olur. During the day, gün ərzində. The sun is very strong. Çünki günəş çox güclüdür. To stay cool, everyone wear loose clothes that look like long dresses. Uzun paltarlar geyinirlər və boş paltarlar geyinirlər. They also wear a cloth on their head called a götra. Onlar başlarına götra taxırlar. Yəni bu onları sərin saxlamaq üçündür. This protects their skin from the sun. Günəşlərdən qoruyur. Günəşdən onları qoruyur. On their feet they wear sandals because the sand is very hot. Çünki qum çox isti olduğuna görə ayaqlarına sandal geyinirlər. At night the desert gets very chilly. The men put on thick heavy coats called furwas to stay warm while they sit together and tell stories under the stars. Gecələr sərin olduğuna görə onlar palto geyinirlər, xəzli paltar geyinirlər və bir yerdə otururlar və ulduzlara baxaraq hekayələr danışırlar. 56-da cavab olacaqdır. Mətn nə haqqındadır? How a family desert for desert visa. The story of art in the Arabian desert. The best places to visit. How to make traditional heavy coats. Əlbəttə ki, avəndidir. Burada how a family dresses for desert visa. Ailə necə geyinir. 57-də why do people wear loose clothes during the sun? To protect to stay warm during the chilly night, to let the wind to look like for famous artists. Burada to let the wind move around their bodies. B bəndi uyğundur. İsti havada onlar boş paltar geyinirlər ki, bədənlərinə hava dəysin. 58-də a götra is warm on the head because keeps the head warm at night. Hair is only used while telling. Hair is a very thin and heavy material. Onlar incə və yumşaq materialdandır. Protect the skin from the strong sun. D bəndi uyğundur. 59-da düzgün. The desert can be very cold during the night. Bir doğrudur. Sandals are used to protect feet from all. Ahmed Mustafa wear furwas to stay cold. Here, the götra is a type of dresses that the sled. Əziz şagirdlər, 60-da da olacaqdır ki, not fitting clothes to the body. Bədənə not fitting clothes looser olacaqdır burada. Yəni boş paltar uyğun gəlir. Səhifə 61-dən başlayaq qrammatikadan. Choose the correct pairs of antonym. Antonimləri tapaq. Buy, sell, almaq, satmaq burada antonimdir. Close bağlamaqdır, send göndərmək antonim deyildir. Bring gətirmək, wait gözləməkdir. Dress ilə wear isə geyinməkdir. Bizə isə antonim lazımdır. A bəndi. 62-ci sualda soyuq sözünün sinonimi lazımdır. Burada open açıqdır, hot isti, clean təmiz, cool isə sərindir. Əlbəttə ki, D variantı. 63-də choose the best options, düzgün variantı seçək. Do you want to watch a horror movie tonight? Axşama qədər sən qorxulu kinoya baxmaq, gecə sən qorxulu kinoya baxmaq istəyirsənmi? No, I prefer burada olmalıdır. Comedies, mən komediyalara üstünlük verirəm. They are more relaxing. Əlbəttə ki, C bəndi.
64-də artist rəssamdır, temperature temperaturdur, month isə ay deməkdir. Deməli, artisti birləşdirəcəyik B ilə who paints, kim şəkil çəkir. Temperature-ni birləşdirəcəyik C bəndindən, the mean isə amount of heat in a place or in the body, bədənin və yaxud da bir yerin istilik səviyyəsi, yəni dərəcəsidir. Month isə ay deməkdir. Yəni 4 weeks 4 həftənin birləşdiyi vaxt olacaq. 1-də B, 2-də C, 3-də isə A bəndi. 1B, 2C, 3B, 3A. B bəndi uyğun gəlir. Deməli, complete the sentences with one suitable words. Cümləni bir dənə lazım olan sözlə birləşdirəcək. Carlos is waiting, gözləyir. Carlos Sergey by the movie theater. Carlos Sergeyi kinoteatrın qarşısında gözləyir. Burada 65-də biz write one word only. Niers is waiting for. Carlos is waiting for Sergey by the movie theater. For olmalıydı burada. Is waiting for. Nə? İndi baxaq. Bunu atım sənə, sən də baxaq. 5-ci sinifdə. Yox, bu gözüm görmür axı buna. Sakit durmam oğlum, buna düşür səs. Get də get onda. 66-cı sual. Can you give me phone number? I am at the bus stop. Sən mənə nömrəni verə bilərsən? Mən avtobus dayanacağındayım. But the bus is very late. Avtobus gecikir. I need to call her thanks. Mən onunla görüşməliyəm. Burada Anna'nın nömrəsini istəyir və deyir ki, mən avtobus dayanacağında və gecikirəm. Amma onunla danışmalıyam. Təşəkkür edirəm. Ben. Ben wants to know when the bus arrives. Xeyr, səhvdir. O gözləyir ki, avtobus nə vaxt çatacaq. Xeyr. Ben needs talk to Anne because he will be late. O gecikdiyi üçün Anna ilə danışmalıdır. B bəndi uyğundur. 67-də. Mom, I have an extra ticket for the movie tonight. Ana, mənim deməli artıq biletim var kinoya baxmaq üçün. Do you want to come? İstəyirsənmi sən də gəlmək? If you are busy, əgər məşğulsansa, I will ask my friend Julia instead. Sənin əvəzinə dostum Julia'ya deyəcəm. Love, Leo. Sevgilərlə. Leo's mom already bought a ticket. Səhvdir. Onun anası almaya bileti. Julia and Leo's mom are going to the movie together. Julia və Leo'nun anası birlikdə kinoteatra gedir. Xeyr. Leo is asking his mother if she wants to see a movie. Anasına deyir ki, sən kinoya baxmaq istəyirsənmi? Leo is going to the movie with Julia tonight. Leo Julia ilə birlikdə gedir. Yox, burada C bəndi uyğundur. Anasına xahiş edir ki, baxmaq istəyirsənsə onunla getsin. 68. Granny is in her room right now. Ana deyir öz otağındadır indi. She is wearing a blue jacket. 68-də C bəndidir. 69-da look, bax. Ingrid isn't a red shirt today. She is wearing a green one. O bugünlərim qırmızı köynək geyinməyib. O bugün yaşıl köynəyini geyinib. A bəndi doğrudur. Listen, bax. The shop we need to buy. The shop is cleaning. We need to buy. Mağaza açıqdır. Closing. 70-də. Listen. The shop is closing now. İndi bağlıdır və biz tələsməliyik. Yəni bağlanmaq üzrədir. Biz tələsməliyik. B bəndi uyğundur. 71-də. Davam edici zamandır. Are you wearing today? Sən bugün nə geyinmisən? What are you wearing today? D bəndi uyğundur. I am wearing my new green top. Deməli 71-də də D bəndi uyğundur. 72-də Mark usually wears blue shorts on Saturday, but today he is wearing black shorts. Mark deməli adətən mavi köynəyin
Mert adətən mavi şortkini geyinir həftə sonları, lakin bu günlərim o qara şortkini geyinib. 73-də Which do you usually have dinner with your... Yox. We usually have dinner. Burada olmalıydı ki, nə zaman? When do you usually have dinner with your family? Ailənlə adətən nə vaxt nahar edirsən? We usually have dinner at 7 o'clock. Biz adətən saat 7-də nahar edirik. Variant D-dir. 74-də Does Carlos buy his clothes? He usually buys them at the mall. O haradan alır veya does, o da deyir ki, o onu adətən moldan alır. A bəndi uyğundur. 75-də make up sentences cümlə quraq. Your teacher, sənin müəllimin ondan gəlməyəcək. 75-də sualla veriləcək. What is your teacher doing at this moment? 5, 1, 3, 5, 1, 2, 4, 3, 5, 1, 2, 4 C bəndi uyğundur. 56-cı sual. Əziz şagirdlər, dinləmə olmadığına görə dinləmənin cavablarını deyə bilmərəm. Kısa şortlarda cavabları bütöv şəkildə paylaşacağım. Sağ olun, salamat qalın. Bay bay.